Əgər yaxında Çinə gəlməyi düşünürsünüzsə, o zaman dediyim bu 5 əsas tətbiqi telefonunuza yükləyin. Birinci və ən əsas tətbiq WeChat-dır təbii ki. WeChat içində ən vacib tətbiqlərdən biridir və onun köməyi ilə siz yemək və taksi sifarişləri, sürətli qatarın və təyyarə biletlərinin alışıdır və daha çox funksiyaya malikdir. Və bu arada ən gözəl funksiyalardan biri də tərcümə funksiyasıdır. Belədir ki, siz Çin dili bilməsəz belə yerli satıcılarla, insanlarla rahat bir şəkildə kommunikasiya qura bilərsiniz. Amma tövsiyə edərdim ki, mütləq şəkildə yazışmalarda rus və yaxud ingilis dilində istifadə edin. Çünki Türk və Azərbaycan dilində çox bərbad bir şəkildə tərcümə edir. Çində nağdsız ödənişlər demək olar ki, aktual deyil və sizlərə Alipay lazım olacaq. İctimai nəqliyyatların istifadəsi, eyni zamanda moped və velosipedlərin icarəsi və daha çox funksiyalardan yararlana bilərsiniz. Qeydiyyatdan keçmək üçün də xarici pasportlarınızın məlumatları qeyd eləməlisiniz və bu arada şəxsi bank kartlarınızı da ora bağlaya bilərsiniz. Instagram, Facebook, WhatsApp, YouTube və bir çox sosial şəbəkələr və tətbiqlər Çində işləmir və onların istifadəsi üçün sizə mütləq şəkildə yaxşı bir VPN-ə ehtiyac olacaq. VPN-lərin adlarını yuxarıda qeyd eləyəcəm. Taksi xidmətindən istifadə etmək üçün Didi adlı tətbiqi yükləyin, çünki Çində Uber-də və Bolt tipli tətbiqlər işləmir. Google Map də Çində işləmir, odur ki, əgər siz Android tipli smartfonların istifadə edirsinizsə, o zaman sizlərə Baidu Map lazım olacaq. Düz interfeysi Çin dilində olsa da işini çox gözəl görür. Yox, əgər iPhone işlədirsinizsə, o zaman elə Apple Map sizlərə bəs eləyəcək. Çin haqqında daha çox faydalı məlumatlar əldə etmək üçün səhifəmi izləyin.